Salamünaleyküm yoldaşlar. Mən Magistratura Az Təhsil Mərkəzinin İngilis dil müəllimi Bağırova Zeynəb. Bu gün inşallah sizlərlə 26 aprel 2026-cı ildə keçirilmiş ümumi sınaq imtahanı 6-nın İngilis dil fənni üzrə olan sualların izahına baxırıq. Başlayaq birinci dinləməklə. Today we will be speaking to Dan John Smith. Well, Dan, please tell our listeners about what you do. Oh, well, basically, we call ourselves animal caterers. We call ourselves animal caterers. Yəni heyvanların qidalanmasına baxan şəxslər olaraq adlandırırıq. 5-ci sualda it's clear from the dialogue that dialoqdan aydındır ki, düzgün cavabımız olacaq B variantı. They called themselves as animal caterers. We prepare high quality, nutritious food for people's pets. And we have been doing it for about 2 years. Who helps you with the enterprise? My wife, Carol. Birinci sualda bizdən soruşur ki, choose a correct statement according to the dialogue. Düzgün variantı seçin. Dinləmədə Den deyir ki, mənim yoldaşım, my wife Carol mənə kömək edir. Bizə kömək edir sözünü parafraz edərək assist him with their family business, ailə biznesinə kömək edir deyə verir. Birinci suala cavabımız oldu D variantı. He deals with the food side of things, ensuring that our products meet the highest standards of nutrition. She does the cooking. I deal with all deliveries. She does the cooking. O bişirilmə hissəsinə baxır. I deal with the delivery. Deməli, ikinci sualda what is Dan's responsibility in the enterprise? Yəni bu ailə biznesində Dan'in vəzifəsi nədir? Bu həm delivery edir, həm də birazdan bildirəcək ki, accountancy işlərini, yəni hesabat işlərini aparır. Bunu da parafraz edərək bizə sualda financial affairs deyə verib. İkinci sualda cavabımız oldu B variantı. Bu hissəyə təkrar qulaq asaq. She does the cooking. I deal with all deliveries. I'm the accountant and the delivery boy. I am the accountant and delivery boy. Yəni çatdırılma və hesabat işləri. So you have meat for the dogs, fish for the cats, nuts and seeds for the parrots? Well, different breeds of dog have different nutritional requirements, and we do our best to meet those requirements. We go through an extensive consultation period with each of our customers when they first get in touch with us. When they first get in touch with us, yəni onlar ilk dəfə bizlə əlaqəyə keçəndə, bizlə işlərə başlamaq istəyəndə, we have extended consultation period, yəni uzadılmış bir konsultasiya periyodumuz baş verir. O zaman dördüncü sualda bizə soruşur ki, hansı suala cavab verir? When does Dan have a consultation period with customers? Nə vaxt customerslar, yəni müştərilərlə konsultasiya dövrünə başlayırlar? Haçan ki, müştəri müraciət edir, ilk dəfə müraciət edəndə. İndi konsultasiya dövründən başlayırlar ki, hər şey diqqət edirlər ki, hər şey həmin heyvanın ehtiyaclarına uyğun şəkildə olsun. Bu hissəyə qulaq asırıq. We deal with over 40 different types of animals. We run some basic tests on animals when we start working with a customer. Okay, take us through the process, please. The first thing we do is to go and see the animal or animals. We run some basic tests to see if the food we would normally prepare for that type of animal will cause problems or not. We speak to the owners to find out the medical history of the animal, and then we start the deliveries. We make deliveries every 3 or 4 days. In this way, we ensure that the food is always fresh. Now, Hissədə bu konsultasiya periyodunun necə getdiyindən, hazırlanan qidanın heyvan ehtiyaclarına uyğun olub olmadığından və yaxud da hər hansı bir problemə səbəb olub olmadığından danışırlar. Bunlar sualda yoxdur. Bu isə əlavə məlumat olaraq verilib. Davam edirik. Üçüncü suala baxarıq. Dan, where did you get the idea from? My wife Carol had the idea when we were looking after 6 husky dogs for a friend of mine who was away on vacation. He was actually in Alaska with his wife and kids. We spent 2 weeks with those dogs. We spent 2 weeks with those dogs. Biz 2 həftəni həmin itlərlə keçirdik. Həmin
o içimlik bir cümlə əvvəldə deyir ki, dostlarımız səyahətə gedərkən Husky itlərini bizə əmanət etmişlər ki, qayğısına qalaq. Həmin sualın cavabı oldu. Üçüncü sualda Carol and Dan spent 2 weeks, yəni 2 həftə sərf etdilər. Cümlə keçmiş zamanda soruşur. Looking after husky dogs. Həmin hissəyə təkrar qulaq asaq. The idea, when we were looking after 6 husky dogs for a friend of mine who was away on vacation. He was actually in Alaska with his wife and kids. We spent 2 weeks with those dogs. Bu da oldu üçüncü sualın cavabı. Dinləməni yekunlaşdırdıq, davam eləyək mətnlərlə. Deməli, indi baxırıq birinci mətnimizə. Birinci mətnin suallarında soruşur. True crime stories are popular only on television. Reallığa əsaslanan crime storyləri, yəni cinayət hekayələri sadəcə televiziyada məşhurdur. Amma bizə mətndə deyir ki, true crime stories have become very popular in modern media, appearing in television shows, podcasts and documentaries. Yəni həm televiziya verilişlərində, həm podkastlarda, həm də sənədli filmlərdə məşhurdurlar. Demək birinci sualda cavabımız oldu false, çünki only demir. İkinci sualda true crime content brings financial profit to media companies. Bu həmin crime storyləri, yəni cinayət hekayələri, financial profit, yəni iqtisadi gəlir gətirir media şirkətlərinə. Deməli bizə mətndə nə verib? Deyir ki, this popularity has made true crime bir dakika bunu seçeyim buradan. This popularity has made true crime a big money maker. Money maker yəni pul gəlir gətirir bunlar deyək. For media companies. Demək həmin sualın cavabı oldu. 6-2-də true. Anna Kendrick kept all the profit from her film. Anna Kendrick öz filmindən olan bütün gəliri özünə götürdü. Deməli, Anna Kendrick neynədi? İkinci abzasımızda bizə verilibdir. The director of Women of the Hour, Anna Kendrick, decided to donate the profit from her film to charity. Charity yəni xeyriyyə. Anna Kendrick qərar verdi ki, filmdən gələn bütün gəliri hara sərf etsin, bu xeyriyyə işlərinə sərf etsin. Demək ki, all the profit'i özünə götürməyib, bu da oldu false. Davam edirik. 6.4'te deyir ki, many media companies inform victims' families before producing shows about them. Bir çox media şirkətləri victims, yəni qurban ailələrinə xəbər verir. Nə barədə? Before producing shows. Onlar barədə filmi çəkməzdən əvvəl, yəni verilişi çəkilməsindən əvvəl qurban ailələrinə bu barədə xəbər verir. Amma bizə üçüncü abzasda deyir ki, many media companies don't inform the victims and their families about the shows that is going to be produced about them. Əksər media şirkətləri do not inform, xəbər vermirlər qurban və onların ailələrinə ki, bəs onlar haqqında film çəkiləcək. Demək 6.4'də cavabımız oldu false. Davam edirik. 7-ci sualda soruşur ki, which of the given sentence can start the third paragraphs? Deməli, bu tipli sualları necə işləmək lazımdır? Hər şeydən əvvəl bilmək lazımdır ki, hər bir abzasın birinci cümləsi topic sentence adlanır. Topic sentence'in iki funksiyası var. Birinci funksiyası həmin abzas barədə bizə məlumat verir ki, oxuyucu bu abzasda nə barədə oxuyacaq. İkinci bir abzası isə cohesion'ı təmin etmək üçün abzaslar arasında olan əlaqəni təmin edir. O zaman bu abzası bütöv oxumaq lazımdır bu suala cavab verə bilmək üçün. Deməli, abzasda bizə nə deyir? Many media companies don't inform the victims and their families about the show that is going to be produced about them. Bunu bayaq təhlil etdik ki, şirkətlər, media şirkətləri xəbər vermirlər ki, bəs onlar haqqında film çəkiləcək. This kind of behavior can cause pain and emotional harm. Bu cür davranış ağrı, acı deyək və emosional zərərlərə, yəni emosional olaraq insanları incidir deyək. However, even when media companies are allowed to share people's tragic stories, these shows might reveal very personal and upsetting details that those affected do not want to share. Nə deyir? Buna baxmayaraq, deməli, even when media companies are allowed to share people's tragic stories. Baxmayaraq ki,
Hətta media şirkətlərinə icazə var ki, insanların trajik hekayələrini paylaşsınlar. This shows might reveal. Bu verilişlər reveal aşkarlamaq üstünə açmış ola bilərlər. Very personal and upsetting details. Çox şəxsi deyək və üzücü detalları aşkarlamış ola bilər ki, that those affected do not want to share. Kimlər ki, həmin o qurban ailələri paylaşmaq istəmir ola bilərlər. Deməli, burada hansısa bir etik problemdən deyək də, belə etik problemdən danışır. O zaman variantlarımıza baxaq. Variantlarımızda ən uyğun gələn variant olacaq B variantı. Niyə? B variantı deyir ki, the increasing popularity of true crime stories has created concern about how victims and their families are treated. Deməli, bu artan true crime storylərinin artan populyarlığı yaratmışdır bir concern. Concern deyil, narahatlıq yaratmışdır ki, qurbanlar və onların ailələri necə rəftar edilir? Rəftar kimdən rəftarına söhbət gedir? Media şirkətlərinin rəftarının. Onlar qurbanlara və onların ailələrinə bu barədə xəbər vermirlər. Hansı ki, onların bu cür davranışı acı və emosional zərərlərə gətirib çıxara bilər. Baxmayaraq ki, onların bunu bölüşmə icazələri var, bu cür hekayələrin paylaşılması və ya da çəkilməsi çox şəxsi və üzücü detalların aşkarlanmasına, yəni üstün açılmasına səbəb olmuş ola bilər. Axıcılıq təmin olundu mu? Olundu. Digər abzasların əlaqəsinə baxırıq. Nə deyir bizə? Deyir ki, the increasing popularity of true crime stories. Bizə bir əvvəlki abzasımızda yazılıbdır ki, bəs bunlar populyarlıq qazanırlar. Bir sonraki abzasda ethical questionlar olduğundan danışır. Sonra da bu ethical questionların nə bu hissə bunun izahıdır bu arada ikinci abzasımız. Sonra bu ethical question nə ilə əlaqəli olduğunu bildirir. Demək ki, abzaslar arası əlaqədə təmin olundu. Cavabımız oldu 7-ci sualda B variantı. Davam edirəm. 8-ci sualda why did Anna Kendrick donate the profits from her film? Nəyə görə Anna Kendrick öz filmindən olan gəliri donate, yəni iyanə etdi? Deməli, qayıdıram ikinci abzasa. İkinci abzasda bizə deyir ki, she wanted to ensure her film which talked about cevabımız budur. Kendrick didn't think that it was right to benefit from the tragic events described in the film. Kendrick inanırdı ki, bu doğru değil ki, benefit from, yəni gəlir əldə etmək. Nədən? The tragic events, tragediya dolu hadisələrdən described in the film, filmdə təsvir olunmuş tragediyadan, belə deyək, bəhrələnməyin, fayda götürməyin doğru olmadığını düşünürdü. O zaman variantlarımıza baxırıq. 8-ci sualda olacaq C variantı. She believed it was wrong to profit from tragic real life events. Oldu, cavabımız C variantı. O inanırdı ki, yəni həqiqi, real deyək də, real tragedik hadisələrdən qazanc əldə etməyin yanlış olduğuna inanırdı. Davam edirəm 9-cu sualdan. To benefit from, benefit gəlir fayda deməkdir. Nədənsə gəlir əldə etmək mənasında düzgün cavabımız olacaq B variantı. To gain an advantage or profit from something. Nədənsə gain advantage, yəni bir fayda götürmək, profit from something, profit də yenə gəlir deməkdir. Davam edirəm 10-cu sualdan. 10-cu sualda bizə nə deyir? Deyir ki, which of the following questions does the passage answer? Diyalog hansı suallara cavab verir? Deməli, when did true crime become popular in modern media? Haçan, yəni nə vaxt bu crime storyləri modern mediada populyar olmağa başladı? Bizə mətndə deyir ki, yes, bunlar populyardılar. Amma haçan populyar olmağa başladılar? Bu sualın cavabı yox. Demək, biri cavab olaraq götürmürük. İkinci sualda bizə deyir ki, how did Anna Kendrick respond to ethical concerns? Bu ethical problemlərə Anna Kendrick necə cavab verdi? Bayaq müzakirədə dedik ki, bir dəqiqə. Aha, ikinci abzasda bizə dedi ki, Anna Kendrick buradan benefit götürmədi, bütün profiti neynədi? Donate etdi charity'yə. Əlaqə harda verilib? Bir əvvəlki abzasda ethical problemlər yaranır və ethical problemlərə cavab olaraq da Anna Kendrick bütün pulu iyanə edir xeyriyyə orqanlarına, qurumlarına. Ondan sonra what effects can crime shows have an
Have on audience. Audience yəni tamaşaçı üzərində bu crime hekayələrinin, verilişlərinin deyək, cinayət verilişlərinin necə effekt, yəni təsiri olur. Həmin sualın cavabı da verib, dördüncü abzasda. Some critics also say that the way crimes are presented in these shows might have unexpected effects on viewers and listeners. Viewers and listeners elə audience deməkdir. Bəzi deyir kritiklər, yəni tənqidçilər həm də deyirlər ki, bu crime'ların necə təqdim olunmağından asılı olaraq izləyici üzərində unexpected, gözlənilməyən bir təsiri ola bilər. Sonra da izah eləyir ki, when shows make events more dramatic, add exciting music or use special effects, deyir, şovlarda dramatik hekayə göstəriləndə, həyəcan verici musiqi əlavə olunanda və yaxud da xüsusi effektlər istifadə olunanda, it can make the crime feel like just a story or an action scene instead of something real and tragic. Deyir ki, bu real bir hekayə kimi yox da, sadəcə bir hekayəymiş kimi və yaxud da action scenemiş kimi görünə bilər. If the criminal is or is played by a good-looking or charming person, it can make the offender seem interesting or even likable, turning the criminal into an idol to admire and praise. Deyir, əgər ki, hətta kriminal şəxs yaraşıqlıdırsa və yaxud da kriminalı is played by kim tərəfindən oynanırsa, həmin adam yaraşıqlı və yaxud da gözəl görünüşlüdürsə, bu o zaman həmin cinayətkarı likable göstərə bilər və yaxud da charming, cəlbedici göstərə bilər ki, bu da nə edə bilər? Kriminalları bir idola, yəni bəyənilən bir insana çevirmiş ola bilər. Yəni diqqətləri üstə toplaya bilər. Bu oldu neçənci sualın cavabı? 10-cu sualda 3-cü sual. What effects can crime shows have on audience? 4-cü sualda how are true crime stories filmed in details? Detalları necə çəkilir bu true crime stories'in? Detallar barədə deyir ki, detallar paylaşılır, amma bu detallar necə filmə alınır və s. bu sualın cavabı yoxdur. 5-də deyir ki, why are women more interested in true crime? Nəyə görə qadınlar bu crime hekayələrinə daha maraqlıdırlar? Yəni daha doğrusu real crime hekayələrinə. Bu da bizə verilib 5-ci abzasda. Studies show that women are often more interested in true crime stories than men. Araşdırmalar göstərir ki, qadınlar kişilərdən daha çox maraqlıdırlar bu true crime storieslərə. The research has suggested a few reasons why. Araşdırmacılar bir neçə səbəb irəli sürürlər ki, bu nəyə görə baş verir? Heç bunlarını oxumasanız belə yəni cavab tapılır zaten. Çünki cavabı deyilir ki, nəyə görə maraqlıdırlar? Bir sonraki abzasda bunun izahını verir, amma biz oxuyaq. One reason is that women might use these stories to learn how to protect themselves. Teaching viewers ways to stay safe. Qadınlar bunu, səbəblərdən biri odur ki, qadınlar bu hekayələri istifadə edə bilərlər özlərini necə qorumağı öyrənmək üçün. Safe, yəni təhlükəsiz qalmaq üçün. Another reason is that many women want to understand the minds of people who commit serious crimes. Digər səbəbisi ondandır ki, bir çox qadınlar anlamaq istəyirlər ki, insanların minds deyək də düşüncə tərzini verək burada. Kimlər ki ciddi crime'lar commit, yəni törədiblər. Finally, women often feel a deep connection to the victims who are often female. Və nəhayət qadınlar dərin connection, əlaqələr qura bilirlər, hiss edə bilirlər qurbanlarla. Kimlər ki, adətən özləri də qadındırlar, yəni qurbanlardan söhbət gedir. This common trait leads them to engage with these stories and think about the challenges victims face, being something they might have experienced themselves. Bu, qadınları yönəldir ki, bu hekayələrə maraqlı olsunlar, engage, yəni bunlarla məşğul olsunlar. And think about the challenges. Challenges çətinliklər. Qurbanların üzləşdiyi çətinliklər barədə düşünməyə, hansı ki, bəlkə də onlar özləri də bunu təcrübə edə bilərdilər. Bu da oldu nəhayət 10-cu sualda 5-ci sualın cavabı. Demək, onda cavab oldu 1, yox, əstəğfurullah, 2, 3, bir də 5. 1 ilə 4-ün cavabı yoxdur. Bu da oldu bizim birinci mətnimiz.
Devam edirik ikinci mətndən. İkinci mətndə bizə nə deyir? Bunu buradan seçək. Okay. Most people think of robots as ancient inventions. Invention ixtiralar deyir. Əksər insanlar robotları qədim ixtiralar olaraq düşünürlər. Deməli, mətnin birinci abzasında bizə nə deyir? Sorry. What do you think of when you read the word robot? Siz robot sözünü oxuyanda nə düşünürsünüz? Many people think about big machines in car factories or futuristic monsters in film. Çox insanlar düşünürlər maşın zavodlarındakı böyük makinaları və yaxud da ki, futuristik canavarları hansılar ki, filmlərdə, yəni gələcəkdən bəslənən filmlərdə olan böyük robotları düşünürlər. Few of us, yəni çox azımız think about the past, keçmiş barədə düşünürük. Sualın cavabı budur. Amma ardıcıl deyir ki, bəs bu robotlar, incredible machines, with human abilities, hansı ki robotlardan söhbət gedir, were hundreds of years ago. Yüzlərlə il əvvəldə mövcud idilər. Demək ki, birinci sualda cavabımız oldu false. Çox azımız keçmiş barədə düşünürük. İkinci sualda bizə deyir ki, Egyptian moving statues were definitely real and still exist today. Egyptian, yəni Misir hərəkət edən heykəlləri definitely real, yəni 100% real idilər və hələ də mövcuddurlar. İkinci abzasda bizə nə deyir? For example, Egyptian texts from 1100 BC, yəni eramızdan əvvəl 1100-cü illərdə olan Egyptian textlərində Misir salnamələr etik yazılarında bildirilir ki, they mentioned moving statues which chose the next king. Hərəkət edən heykəllərdən barədə danışırdılar, hansı ki növbəti kral, yəni gələcək kralı seçirdilər. Ardıca nə bildirir? Deyir ki, none of these statues exist. Bu heykəllərin heç biri mövcud deyil, but probably they were built using the ancient Egyptians' mechanical technology. Ama böyük ihtimalle onlar tikilmişler, yəni hazırlanmışdılar ki, istifadə olunsunlar qədim Misirdə mexaniki texnologiya kimi. Demək ki, were definitely real düzgün deyil, çünki probably deyil mətndə bizə və bu haqda biz sadəcə oxuyuruq, mövcudluğu barədə bir sübutumuz yoxdur. Və still exist də yox, none of them still exist yazmışdı mətndə. Demək 11.2-də oldu, cavab false. 11.3'te the claw was used as a weapon against enemy ships. The claw yəni həmin o maşın adıdır. İstifadə olunurdu weapon, silah olaraq enemy ship yəni düşmən gəmilərinə qarşı istifadə olunurdu. Baxırıq üçüncü abzasa. Another ancient robot was a big robotic arm called the claw. Növbəti qədim robotumuz hansı ki böyük robotik bir qol idi, adlanırdı da claw. Claw qarmaq kimi bir şeydir. Traktorlarda olur ya, bax o. The ancient Greek writer Polybus wrote about it in 213 BC. Before Christ, yəni eramızdan əvvəl 213-cü ildə Yunan yazıçısı Polybus bu haqda yazıbdır ki, nə yazıb? It was built during a war with the Romans. Romanlarla olan müharibə zamanı inşa olunubdu. And it hung over the city walls toward the sea. Və şəhər divarlarının üzərindən dənizə doğru sallanırdı, asılmışdı. When a Roman ship came close, the arm picked up the front of the ship and lifted it into the air. Deyir ki, Roman gəmisi yaxına gəldikdə, bu həmin o claw, qol deyək də, robotik arm, onu qaldırırdı, gəminin ön tərəfindən tutaraq onu havaya qaldırırdı. Then the boat fell backward into the sea and sank. Sonra da bu qayıq arxaya düşürdü və dənizə düşürdü, və batırdı. Demək ki, bu nə üçün istifadə olunurdu? Düşmən gəmilər üçün istifadə olunurdu mu? Yes, istifadə olunurdu. Sualın cavabı oldu true. 11.4'te people widely use robots in ancient Greece because they lacked workers.
İnsanlar deyir ki, qədim Qrisdə, Yunanıstanda bu robotlardan çox istifadə edirdilər, geniş şəkildə istifadə edirlər. Çünki they lacked workers, işçiləri çatışmırdı, yəni işçiləri az idi. Bir sonraki abzasda bizə nə deyir? Deyir ki, but the robots wasn't popular. Popüler değildiler. Because people didn't need workers to, I mean the robots to work. Çünkü insanların ihtiyacı yok idi ki onlar için robotlar işlesin. They had lots of slaves. Onların çoxlu neler vardı? Qulları var idi. Demək 11.4 oldu bizdə false. Sonra devam edelim. 12. sualda complete the sentence according to the passage. Ancient robots were not widely used in some societies because indi bayaq oxuduğumuz cümlə deyir ki, qədim robotlar bəzi icmalarda deyək, cəmiyyətlərdə geniş şəkildə istifadə olunmurdu. Çünki onların axı kölələri var idi, I mean qulları var idi. Demək 12-ci sualda cavabımız oldu B variantı. People already had slaves to do the work. İnsanların zaten öz kölələri var idi ki, onlar üçün işləri görsünlər. 12-ci sualda cavab oldu B variantı. 13-cü what was the purpose of the club? Bayaq oxuduğumuz o şəhərin üstünə salınan robotik qol, yəni klanın purpose, məqsədi nə idi? Deməli, variantlara baxırıq. Olur cavabımız C variantı. To defend the city by attacking enemy ships. Hücum edən düşmən gəmilərindən şəhəri qorumaq üçün istifadə olunurdu. Bu da oldu 13-cü sualda C variantı. 14-cü sualda present nə deməkdir? Baxaq mətndə harda verilib bizə? It could walk and present flowers. Onlar yeriyə bilir və çiçək təqdim edə bilirdilər. Söhbət bu Da Vinci'nin şeyindən, I mean, robotundan söhbət gedir. Təqdim edə bilmək mənasında bizə 14-cü sualda verilibdir. To show or give something to someone. Present oldu 14-cü sualda A variantı. 15. sualda. 15. sualda deyir ki, which of the following question does the passage answer? Passage hansı suallara cavab verir? Birinci sualda how many robots exist in ancient times? Qədim dövrlərdə neçə robot var idi? Bunu demir. Müxtəlif robotlar barədə məlumat verir. Amma neçə robot var idi? Bu barədə heç bir şey vermir. İkinci sualda how were one of the examples of ancient robots used in wars? Ancient robotların bir nümunəsi, yəni biri də belə deyək, müharibələrdə necə istifadə olunur? Söhbət burada clawdan gedir. Claw istifadə olunurdu bu düşmən gəmilərini batırmaq üçün. Bundan demək 15-ci sualda, 2-ci sualın cavabı var. Davam edirəm 3-cü sualda why were some robots not popular? Nəyə görə bəzi robotlar məşhur deyildi? Bunu da artıq müzakirə edirik. Çünki insanların qədim dövrdə kölələri, qulları olduğuna görə, yəni robotlara ehtiyac yox idi. Yəni nəyə lazım? Yəni o dövrün təbii ki, düşüncə tərzi ilə söhbət gedir. 4-cü sualda how are modern robots built step by step? Step by step, addım-addım, yəni mərhələ-mərhələ bu modern robotlar necə tikilir? Bizə modern robotlar barədə verilmir ki, bunların inşası mərhələləri və s. bu barədə mətndə danışılmır. 5-ci sualda how did Leonardo da Vinci contribute the robotics? Bu robotics, yəni robotların inşasına və s. bu sahəyə Leonardo da Vinci'nin hansı qatqıları olmuşdur? Deməli, bizə 1, 2, 3, 4, 5-ci abzasımızda nə deyir? The famous artist Leonardo da Vinci loved designing robots. Robot dizayn etməyi sevirdi. Few of his ideas were built, but his plans are very detailed. Onlardan bir neçəsi, yəni çox azı inşa olunmuşdu. Amma onlar çox detallı idi. Yəni planları gerçəkləşdirilməsi üçün çox detallı idilər. One modern day robot engineer Mark Rosham, Rosham still uses them to get ideas when designing robots for NASA. Deyir ki, müasir robot mühəndislərindən Mark Rosham
bu ideyaları, yəni Leonardo da Vinci'nin ideyalarını istifadə edirdi. NASA üçün robotlar neyləməyə, dizayn etməyə. Demək bu da oldu 15-ci sualda, 5-ci sualın cavabı. 15-ci cavabı oldu 2, 3, bir də 5. 2, 3, 5. Bu da oldu bizdə ikinci mətnin izahı. Davam edək qrammatika ilə. Deməli, 16-cı sualda bizə deyir ki, choose a correct question for the part of the sentence underline. Altından xətt seçilmiş, cümlənin altından xətt seçilmiş hissəsinə sual verin. Parents bought a lot of gifts for their children. Valideynlər uşaqları üçün çoxlu hədiyyələr alırlar. Deməli, sualı veririk the children-ə, düzdürmü? The children canlı olunca sual verəcəm who ilə. Whom for olmaz. Çünki burada for əvvələ keçsəydi bu for whom olardı və yaxud da who axırda for'un olardı. Ona görə B variantı elendi. Ondan sonra who but. Who but'a ancaq parentsə sual verirəmsə. Çünki bu cümlənin tamamlığıdır. Tamamlığa sual verəndə mənə mütləq şəkildə köməkçi feil lazımdır. Köməkçi feilim də olacaq did. Niyə? Çünki cümləm keçmiş zamandadır. O zaman A getdi, B getdi. Cavabımız olacaq C variantı. Digərləri niyə yanlış ona baxaq. Who did parents buy a lot of gifts? Yadda saxlayın. Əgər mən tamamlığa sual verirəmsə və tamamlığın sözünüsü vardısa, mən bu sözünü itirə bilmərəm. Mütləq bu sözünü cümlədə iştirak etməlidir. Ona görə C variantı səhvdir. Who did buy və sual cümləsində köməkçi feilin əsas və yanaşı gəlməsi var. E variantı səhvdir. Cavab qaldı C variantı. Valideynlər kimə çoxlu hədiyyə alırlar? C variantı. 17-ci sualda yesterday deyirsə cümləmiz keçmiş sadə zamanda olmalıdır. Yesterday I to the police station because my car yaxşı. Demək nəsə bu oğurlanmaqla bağlıdır və polis stansiyasına aparılmaqla bağlıdır və yaxud da getməklə bağlıdır. O zaman variantlarımıza baxaq. Uzlaşma baxımından A variantı uzlaşmır. Çünki took keçmiş zaman, həzindəki zaman, inki bitmiş zaman getdi. B variantı həzlə verə bilmirəm. Yesterday keçmiş sadə zaman olmalıdır. Was taking davam edici zamandır. Müəyyən hallarda verə bilər, amma burada bizi ödəmir deyil. Bu da getdi. Ya C variantıdır, ya Y variantıdır. İndi baxıram nəyə? Maşın özü özünü oğurlamaz. Maşını kimsə oğurlayar. Demək, bunu passivdə verməliyəm. Passivdə vermək üçün də cavabım olacaq C variantı. Mən polis stansiyasına getdim. Çünki maşınım oğurlanmışdı. Oldu C variantı. 18-ci sualda. The tourists were saved, fortunately was hurt. Deməli, birinci baxaq uzlaşma, mübtəda xəbər uzlaşması olaraq nəyisə eləyə bilirəmmi? Burada cəm isim, cəm xəbər gəlibdir. Heç birini eləyə bilmirəm. Tək xəbər gəlibdir. Heç birini eləyə bilmirəm. Birbaşa Z artiklı gəldiyinə görə ya burada of olmalıdır, ya each of, some of, all of verilə bilər və yaxud da təkcə all və yaxud da boss verilə bilər. All və bossdan başqa yerdə qalan bütün əvəzliklərimiz Z artiklı ilə ancaq arada of varsa istifadə olunur. Ona görə heç nəyi eləyə bilmirəm. Məcbur baxıram tərcüməyə. Deyir, turistlər xilas olundu, xoşbəxtlikdən nə qədərsə zədə almışdı. Əgər xoşbəxtlikdən deyirəmsə, demək heç biri zədə almayıbdı. Cavabım olacaq ya B variantı, ya da Y variantı. Aha, bayaq dedim, heç birini eləyə bilmirəm, eləyirəm. Çünki burada xəbərimi cəmdə veribdi. Each of-un xəbəri həmişə təkdə verilir. İçin özündən sonra tək isim gəlir, xəbər təkdə olur. Each of-dan sonra cəm isim gəlir, amma xəbər yenə təkdə olur. Ona görə B-ni eləyirəm, cavab qalır təkcə Y variantı. 19-da make up story, hekayə qurun. Bütün variantları oxuyaq, cümlələri oxuyaq, baxaq görək nə deyir. The teacher noticed that ümumiyyətlə, əksər suallarda the teacher deyirsə, söhbətin məncə kimdən getdiyini bilim. Söhbətin kimdən getdiyini bilmirəmsə, birbaşa the teacher deyə başlaya bilmirəm. Adətən qaydamız bu cürdür. The teacher noticed that müəllim fərqinə vardı ki, şagirdlərdən biri pəncərədən çölə baxır. Definitely birdən başlamıram. Heç zaten variantları da yoxdur. During the English lesson, the class was reading a short passage. İngiliscə dərsində sinif, yəni şagirdlər qısa bir mətn oxuyurdular. Çox böyük ehtimalla 2 ilə başlayacağıq. She asked him a question about a text.
O ondan bir sual soruşdu. 2'den sonra 3 verə bilmirəm, çünki kimdən nə sual soruşdu, uyğun gəlmir. O zaman A variantlardan nəyi eləyirəm? A variantını eləyirəm. D-ni hələ ki saxlayaq, çünki definitely 5-lə başlamaz deyə bir şey deyə bilmirəm hələ ki. 3'te she asked him buna baktık sorry. The student quickly stood up but didn't know the answer. Şagird sürətli şəkildə cəld ayağa qalxdı, amma bilmədi nə cavab versin. The teacher smiled and repeated the question more slowly. Müəllim gülümsədi və sualı yavaş yavaş şəkildə təkrar etdi. Demək, hekayəmiz necədir? Müəllim dərsdə hekayə oxutdurur. Uşaqlardan biri pəncərədən çölə baxır. Müəllim bunu görür. Sual soruşur. Tələbə ayağa qalxır, amma cavab verə bilmir. Və müəllim sualı yenidən təkrar edir. Ardıcıllığımız bu formada olmalıdır. Həmin cavabı ödəyir bizə. Variantlardan ya B ya da Y, B variantı. Deməli, ingilis dili dərsində şagirdlər qısa bir hekayə oxuyurdular. 1. Müəllim gördü ki, şagirdlərdən biri pəncərədən çölə baxır. 3. Müəllim ona bir sual verdi. 4. Şagird cəld ayağa qalxdı, amma bilmədi ki, nə cavab versin. Cavabı bilmədi. Və 5. Müəllim gülümsədi və sualı təkrar etdi. 19-da B variantı. Qayıdıram axırıncı sual 20-ci sualda. He didn't understand the concept initially. O başlanğıcda, yəni konseptdə başa düşmədi. But after the explanation, izahdan sonra everything became, hər şey nəsə oldu. Confusing, çaşdırıcı olmaz. Obvious, aydın, aşkar. Cavabımız budur zaten. Uncertain, qeyri-müəyyən. Meaningless, mənasız. Complicated, qarışıq. İzahdan sonra niyə bunların hansısa bir olsunlar? Cavabımız olacaq obvious. Bu da oldu bizim sınavımızın izahı. Sınavın ərsəyə gəlməsində əmək edən hər kəsə və müəllifə təşəkkür edirik. İmtahanda hər birinizə müvəffəqiyyətlər. Allah sizə açılığı versin.